həti açıqlanır. Mən ona görə də Şahidimdən soruşmaq istəyirəm. Cənab Mirziyoyev o fikir monolit bizim nisbətimizdə pozulması, hansısa faktorların asılı olaraq dəyişməsi qeyri-mümkündür ifadəsini nə üçün işlətdi sizə görə? Və orada xüsusilə ortaq köklərimizə və s. işarələr var idi, dinlədik. 21-ci əsr türk əsri olacaq deyilirdi. Hələ illər bundan əvvəl, 21-ci əsrə biz hələ qədəm qoymamışdan əvvəl. Və biz artıq 21-ci əsrin birinci rübünü başa vurmuşuq. Və bu ötən illər ərzində, xüsusilə də son illərdə bayaq da qeyd elədik, türk dünyasının birliyi, bərabərliyi üçün çox böyük addımlar atılıb və bu addımların mən deyərdim ki, bir mənalı olaraq inisiatoru, müəllifi cənab prezident İlham Əliyevdir. Və bəli, bir mənalı olaraq və bugün həqiqətən Özbəkistan prezidentinin timsalında onun biraz əvvəl də elə dinlədiyimiz, bir neçə gündə söylədiyim kimi dünya mətbuatında, davamlı olaraq Azərbaycan mətbuatında şahidi olduğumuz fikirləri əlbəttə ki, bütövlükdə həm Azərbaycan, həm də Türk dünyasının birliyi naminə söylənən fikirlər olaraq qəbul etməliyik. Biraz əvvəl dinlədik, Özbəkistan prezidenti Azərbaycan prezidentinin cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycanın durmadan inkişaf edədiyini, Azərbaycanda iş yerlərinin, müəssisələrin açıldığını, Azərbaycanın balanslı bir siyasət həyata keçirdiyini, Azərbaycanın öz bütövlüyünü, suverenliyini təmin edə bildiyini qeyd etdi və Azərbaycanla tarixi bağlarla bir-birimizə bağlı olduğumuzu elan bir daha bəyan etdi və bu bağların, bu ənənənin, bu ortaq ənənənin, ortaq mədəniyyətin gələcək, deyək ki, ittifaqımıza, gələcək əməkdaşlığımıza əhəmiyyətli bir stimul verdiyini də öz çıxışında bildirdi. Eyni zamanda cənab prezident İlham Əliyev də. Bəli. Həm də möhtəməl veriləcək suala da cavab verdi ki, niyə verə bilərlər bu sualı? Müttəfiq idilər, indi əbədi dostluq haqqında müqavilə bağlayırlar. Səbəbini həm də bu sözlərlə izah edir. Təbii ki, söylədiyiniz kimi çünki xarici faktor məsələsini vurğulayır orada. Biz ən yaxın tarixi də yaşaya-yaşaya gəlirik. Biraz keçmiş tariximizdən hər birimiz şahidimiz olduq və Azərbaycana, Türk dünyasına qarşı zaman-zaman davamlı olaraq, belə deyim ki, qərəzli niyyətlərin olduğunu hər bir zaman şahid olmuşuq və bugün də deyək ki, biz bu deyək ki, iddialardan sığortalanmamışıq heç birimiz və niyə məhz indi, niyə məhz söylədiyiniz kimi Türk dünyasının bu qədər bir-birinə bağlı olduğunu bu qədər açıq bir şəkildə elan etmək, əlbəttə ki, bu bugün dəyişən dünya şərtlərində, bugün dünyanın dəyişən siyasi balansında, iqtisadi balansı ortamında əlbəttə ki, Türk dünyasının birliyini qorumaq və bunu açıq şəkildə bəyan etmək çox əhəmiyyətli nüanslardan xəbər verir. Bu birliyin arxasında, bu birliyin üzvü olan ölkələrin, aktoru olan ölkələrin əlbəttə ki, gücü dayanır və ilk növbədə də əgər biz Azərbaycandan danışırıqsa, bu təşkilatın bir üzvü olan, əhəmiyyətli bir üzvü olan, inisiator olan Azərbaycandan danışırıqsa, düşünürəm ki, Türk Dövlətləri Təşkilatının yaranması, bu günə qədər davam etməsi və bundan sonraki inkişaf perspektivləri birbaşa, bir mənalı olaraq Azərbaycanın iradəsinə, Azərbaycanın gücünə bağlıdır. Və Azərbaycanın bugünkü mövqeyi, Azərbaycanın bugünkü həm bölgədəki, həm dünyadakı mövqeyi bir mənalı olaraq bunu deməyə əsas verir ki, bu mövqe, bu iradə, bu balanslı siyasət eyni zamanda Türk Dövlətləri Təşkilatının da bundan sonraki inkişafına daha çox töhfə verilməsinə imkan yaradacaqdır. Yəni, cənab prezidentin həyata keçirdiyi siyasət sadəcə bölgəsəl bir siyasət deyil və bir məsələni də unutmamalıyıq. Bugün Azərbaycan
Cənubi Qafqazın bir ölkəsidir, bir respublikasıdır və uzun müddət Cənubi Qafqaz bu region deyək ki, münaqişələr regionu kimi yadda qalıb, bu şəkildə qiymətləndirilib, amma artıq region tamamilə yeni bir mərhələyə baş vurub, tamamilə yeni bir mərhələyə keçib və bu mərhələdə əlbəttə ki, region ölkələrinin və bu regionda yerləşən türkcə danışan, türk əsilli Azərbaycan Respublikasının da əlbəttə ki, digər türk dilli ölkələrlə birlikdə yeni balanslar yaradaraq, yeni dünya düzənində öz sözünü deməsinə bir şərait yaranıb, bir imkan yaranıb və bundan da əlbəttə ki, türk dövlətləri təşkilatlarının üzvü olan ölkələr, onların rəhbərləri müsbət bir mənada istifadə edərək öz gələcək siyasətlərini qururlar və qurmaq əzmindədirlər. Özbəkistan prezidentinin də çıxışında toxunduğu məsələlər düşünürük ki, sadəcə kiçik auditoriyaya hesablanmamışdı, sadəcə daxili auditoriyaya hesablanmamışdı, sadəcə Azərbaycan və Özbəkistan auditoriyasına hesablanmamışdı. Bu daha geniş bir auditoriyaya xitabən söylənən fikirlər idi və bu kitabın, bu fikirlərin arxasında bir daha söyləmək istəyirəm ki, durmadan güclənmək əzmində olan və güclənən Türk Dövlətləri Təşkilatı və onun ayrılmaz əhəmiyyətli bir parçası olan Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrin gəldiyini də Özbəkistan prezidenti dünyaya çatdırmağa çalışdı. Bəli. Mən yenə təklif edirəm, prezidentimizdən daha bir iqtibasa baxaq, sonra Arzuxan müəllimə davam edəcək.